Salam YouTube izləyiciləri. Bugünkü mövzumuz attestasiya imtahanının ikinci mərhələsinə start verilməsi ilə bağlıdır. Bilirsiniz ki, artıq attestasiya imtahanının növbəti mərhələsi üçün iclas keçirildi və Mədəniyyət Nazirliyinin qərarına görə birinci başlanılacaq Aran bölgəsi ilə və iclas da bir neçə həftə bundan öncə iclas da keçirilmişdir və buna görə də bütün müəllimlərə uğur arzulayıram. İnşallah gözəl şəkildə, yüksək qiymətlə attestasiya imtahanını bitirmək hər birinizin nəsibi olsun. Və iclaslarda bilirsiniz ki, müəyyən məqamlara aydınlıq gətirilir və bundan əlavə sizlər üçün onlayn görüşlər də keçiriləcək. Sizinlə hansı sual, hansı attestasiya proqramında hansı bənd sizi narahat edirsə, bu sualları ünvanlaya bilərsiniz. Çox gözəl şəkildə də aydınlıq gətiriləcək bu suallara və mən də bütün ixtisasları bacardığım qədər bütün ixtisasların üzərindən keçmək istəyirəm və birinci məsələ fortepiano şöbəsindən başlamaq istəyirəm. Fortepiano şöbəsində bildiyiniz kimi dəyişən heç bir şey yoxdur. Artıq attestasiyanın birinci mərhələsi yekunlaşmışdır və oradan bir çox müəllimin, belə deyək də, müəllimin istər səs formasında, istər bizim kanalda olsun və yaxud da digər belə müəllimlərin qruplarında olsun. Bilirsiniz ki, yəni imtahan vermiş müəllimlər bir sərbəst əsər seçmək şərti ilə həmin əsər ifa olunur. Təbii ki, bu əsəri yüksək şəkildə ifa etmək başqa şeydir, amma bir müəllim kimi ifa etmək, texnikanı göstərmək, trelləri, hər bir xırdalığı göstərmək daha vacibdir. Yəni bir çox müəllim əsərinə müxtəlif internet platformaları üzərindən qulaq asaraq və onun ifasını o tərzdə, o sürətdə ifa eləmək istəyir, amma inanın ki, buna heç bir ehtiyac yoxdur. Yəni əsər bitdikdən sonra sadəcə müsiflər heyəti bildirir ki, yəni bu qədər ifa etməyinizə ehtiyac yox idi. Sadəcə müəllim kimi ifa etməlisiniz, trellər yerində olmalıdır, dediyim kimi, sonatanın deməli temp yerində olmalıdır, tempdən çıxmamalısınız, lazımı yerdə pedallardan istifadə etmək lazımdır və əsərin üzərindəki bütün xırda detalları lazım gəldikdə vurğulamaq lazımdır və onu həmçində təhlildə göstərmək lazımdır əsərin analizində. Və bununla yanaşı sərbəst qamma, bir qammanın ifası var və verilən sual-cavab var və bir məqamı da sizlər üçün çatdırmaq istəyirəm ki, musiqi terminləri və iş planı. 2014 və 2024-ün iş planının ikisinə də nəzər yetirin. Təbii ki, iclaslarda açıqlanır ki, 2014-ün iş planından düşəcək, yəni bu qammanın ifasına görə deyilir, amma 2024-ün fortepiano şöbəsi üçün təsdiqlənmiş iş planı var ki, orada müəllimlərin metodikası var və bu barədə çox gözəl bəndlər qeyd olunub. Müəllim-şagird münasibəti necə işləməlidir? Yaxşı olar ki, onların üzərindən keçəsiz və orada əsərlərin ardıcıllığı xüsusilə göstərilmişdir. Lakin 2014-ü nəzərdə saxlayırıq və 2014-də də qammaların gedişatı. Çünki əsərlər eynidir və sadəcə iki planın arasındakı fərq 2024-ün iş planında şagirdlər üçün bir qədər yüngülləşdirilmişdir proqram. Yəni, əgər Fikrət Əmirovun 12 primer kimi sizin üçün məsəl üçün deyim, Fikrət Əmirovun 12 miniatürü əgər 2014-də 4-cü sinifdə göstərilirsə, məsələn 4-cü siniflərə verilirsə, burada artıq bir qədər böyük siniflərə verilir. Və yəni fərq biraz bundadır və həmçində qammanın ifasındadır. Qamma 2014-ün proqramında daha belə dərin formada verilir, qammanın tədrisi, amma 2024-ün proqramında belə deyil. Yəni hər iki proqrama baxırsınız. Yəni əsərlərin ardıcıllığı sizə sual verilir. İri formalı əsər dedikdə sonata, sonatina, məsələn deyilir ki, kiçik siniflərə iri formalı əsər hansını verirsiniz? Sonata, sonatina, variasiyaları qeyd edirik. Mütləq şəkildə variasiya və sonatanın, variasiya və menuetin fərqini bilməliyik. Yəni iri formalı əsər deyəndə sonata, sonatina, variasiyanın adını çəkdik. Sadəcə mən müqayisə olsun deyənə menueti bura əlavə elədim ki, variasiya və menuet, sonata və menuet, variasiya və sonata, yəni bunların fərqi soruşulur. Yəni bunları daha dəqiq şəkildə bilməlisiniz. Hansı musiqi, hansı əsər formasıdır, hansı isə musiqi formasıdır. Və iri formalı əsər dedikdə bunları qeyd edirik. Polifonik əsər dedikdə isə biz birinci, ikinci, üçüncü siniflərə veriləcək polifonik menuetlərin adını çəkə bilərik, bəstəkarların adını çəkə bilərik. Burada Baxın menuetləri, Emanuel Baxdan menuetlər olsun və yaxud da Hendeldən bir çox bəstəkar adı çəkə bilərik ki, sarabandalar, sonra bundan əlavə müxtəlif, belə deyək də, burada menuet olsun, sarabanda olsun, polifonik kanonlar olsun, bu kimi polifonik əsərlərin adını çəkə bilərik. Sonra etüdlər soruşulur, yəni proqram bu formada soruşulur. Etüdlər soruşulur ki, birinci sinifə hansı etüdləri verirsiniz? Burada biz birinci sinif üçün qeyd edə bilərik. Cövdət Hacıyevin etüdün, Elmira Nəzirovadan, mütləq Azərbaycan bəstəkarlarından misallar gətirmək lazımdır. Və qeyd edə bilərik burada Çerno etüdlərini 1-2-3-cü sinifə qədər ümumiyyətlə
Çerni etüdləri deməli birinci hissə ifa olunur, birinci hissədir və 2024-də biraz asanlaşdırılıb. Yəni bundan qabağıma biz deyirik ki, 2014-də əsaslanaraq deyirik ki, orta siniflər üçün 299 Çerni 299-dan istifadə edirik və bu formada deyirik. Amma birinci siniflər üçün belə deyək də, birinci, ikinci, üçüncü siniflər üçün mütləq şəkildə biz Çerninin birinci hissəsindən, Çerni etüdlərinin birinci hissəsini deyirik və həmçinin digər bəstəkarları da. Burada Leşkorunu da qeyd eləmək olar və yadınızda qalırsa bir sıra bəstəkarların əsərlərinin, etüdlərinin adını çəkmək lazımdır. Və sonra isə piyes verilir birinci siniflərə. Piyeslərdən də proqramlı piyeslər var ki, burada biz birinci siniflər üçün, yeni başlayanlar üçün Musa Mirzəyevin 5 piyesinin adını çəkə bilərik. İndi hazırda mən plandan yox, plandan yadımda qalanları, yəni müəllimlərlə məşğul olduğum zaman plan üzərindən, yəni oradan yadımda qalanları sizlər üçün sadalayıram. Ona görə ardıcıllığı tam demirəm sizin üçün. Yəni bu 2024-ü və 14-ü nəzərdə tutaraq sizin üçün səsləndirirəm. Yəni yeni başlayanlar üçün 5 piyes var. Elmira Nəzirovadan 8 uşaq piyesi var. Buradan verə bilərik. Müxtəlif nə bilim, orta siniflər üçün məsələn verə bilirik. Fikrət Əmirovun 12 uşaq lövhəsini, 12 miniatür biraz böyük siniflərə verilir və yaxud da orta siniflərə 5-4-cü sinifləri nəzərdə tuturuq. Yəni bu formada piyeslərin adını çəkə bilərik. Xüsusən birinci siniflərə verilir. Məsələn Üzeyir Hacıbeylinin uşaq albomundan verilir. Yəni uşaq albomlarından sadə piyeslər verə bilirik. Piyes dedikdə bunların adını çəkirik və burada piyeslər çoxu proqramlıdır. Niyə proqramlıdır? Çünki məzmunu şagirdə daha asan variantda çatdırmaq üçün, həmin obraz məzmunluq yaratmaq üçün, əsər üçün, yəni bu formada istifadə edirik və müəllimlərin iş metodikası, uşaqların üzərində, yəni texnikanın necə qurulması və bütün xırda detallar burada soruşulur. Və buna görə də attestasiya proqramı ilə yanaşı iş planınızı da və müəllimin iş bacarığı mütləq şəkildə plan və müəllimin tədris metodikası soruşulur. Bu həm ixtisaslara, yəni fortepiano şöbəsinə aiddir, həm xalq çalğı alətinin, yəni müxtəlif ixtisaslara hər birinə aid oluna biləcək. Məsəl üçün qarmon müəllimləri nə etməlidir? Bir əsər götürəcəklər, bilirlər ki, qammaların ifası var, sərbəst seçimdədir bu, əsərlərinin təhlilidir, həmçinin terminlərdir, mütləq şəkildə terminlərə baxacaqlar. Bu müəllimlər üçün də belədir və hansı kitablardan istifadə edirlər, hansı kitabların köçürmələri var, hansı bəstəkarlar və yaxud da kitab yazarlar, məsələn, kitab yazıb, qarmon kitabları, əsərlər bilirsiniz ki, qarmon üçün daha çox köçürmələrdir, çox qarmon kitabı yoxdur. Tar əsərləri məsələn çoxdur. Burada biz əgər Üzeyir Hacıbeylidən danışırıqsa deyirik, Üzeyir Hacıbeylinin birinci, ikinci, bir nömrəli, iki nömrəli fantaziyaları. Bunu biz tar sinifinə də aid edə bilərik və yaxud da ki, qarmon köçürməsi də var, qarmon sinifində və yaxud da Hacı Xan Məmmədovun konsertləri olsun, kamança üçün yazılan, tar üçün və onların qarmon üçün işləmələri də var. Yəni bu formada əsərlərin adını çəkirik və həmçində nə edirik? Planımızı bilirik. Plandan istifadə edirik. Və burada mən qısaca olaraq qeyd edeyim, xor sinifləri, xor müəllimləri deməli, nəzəriyyəyə xüsusi fikir verin və bəstəkarların vokal yaradıcılığı, yəni vokal yaradıcılığına fikir verin. Operaların, böyük səhnə əsərlərinin içindən xor nömrələrinə fikir verin. Hətta onların bir neçəsini məşhur nömrələri qeyd eləyin. Onların oxunuşu, hər halda belə deyim, bir-iki dənə, bir-iki xanə getmək, yəni bu formada yəni davam eləyin, oxuyun. Çünki bunlar sual verilir. Nəzəriyyə yüksək şəkildə soruşulur xor sinifindən və xor əsərinizi xüsusilə hazırlayın xor əsərinizi və xor əsərinin istər belə deyək, dirjorluğu olsun, istərsə də üzərindəki iş olsun, metodikavız olsun. Yəni bunlardan dərin şəkildə hazırlaşın. Xor müəllimləri xüsusi fikir verin, əsərinizə xüsusilə fikir verin. Vokal müəllimləri səsin açılmasıdır, uşaqla səsin işlənməsidir və mütləq bəstəkarların vokal əsərləri olsun, yəni yaradıcılığında vokal əsərlər, Azərbaycanda vokal sənətinin inkişafı. Yəni hər bir müəllim təbii ki, bir seçmə əsərindən və əsərin təhlili ilə yanaşı gözəl şəkildə ifası da bura aiddir. Və nəzəriyyədən də indi danışmaq istəyərəm. Nəzəriyyə şöbəsi üçün də xüsusilə qeyd etmək istəyirəm ki, nəzəriyyə şöbəsində bilirsiniz ki, birinci musiqi ədəbiyyatından müəllim sual cavab olunur və burada 7 illik proqramın hər biri daxildir. Baxmayaraq ki, burada bəstəkarlar qeyd olunmuşdu. Bu bəstəkarlardan savayı plana düşən bütün bəstəkarların üzərindən plana düşən bütün
bütün bəstəkarlar və onların yaradıcılığının üzərindən mütləq şəkildə keçmək lazımdır. Yəni bu vacib şərtdir. Baxmayın ki, burada bir bəstəkar qeyd olunub, hansısa bir bəstəkar yoxdur. Yəni hər birinin üzərindən çalışın, keçəsiz. İfaları mükəmməl şəkildə etmək lazımdır. Əgər bugünə qədər biz deyirdiksə ki, yox, ifanı belə də oxuya bilərik. Artıq biz birinci mərhələ keçdikdən sonra tam dəqiqliklə, tam belə ətraflı şəkildə attestasiyada nə baş verirsə biz onları bildik. Yəni istər mənim attestasiyada bir müəllim kimi iştirak etməyim və yaxud da mənim əhatəmdə olan belə deyək də mənimlə bərabər addımlayan müəllimlərin attestasiyada iştirak etdiyindən belə nəticəyə gəlirik ki, əsərləri neynirlər? İfanı, çitka üçün verilmiş üzdən oxu ifa var. Üzdən oxu ifanı hətta tempində istəyirlər müəllimələr. Bunu bir deməli hardasa bir 8 bənd deyək, 8 xanə deyəkmi? Yəni fikrin çatdığı qədər. Və biz buna nə deyirik? Musiqi əsərində period. Yəni bir period qədər, əsərin bir periodu qədər, o musiqi dövrün bitməsi, yəni musiqi fikrinin tamamlanmasına qədər və bunu ifa eləmək lazımdır. Tutalım ki, biz hər hansı bir əsər ifa eləyiriksə, məsələn, yəni çataq, fikrə çataq, başa düşdünüzmü? Yəni bu qədər ifa etmək lazımdır. Yəni yarımçıq da saxlamaq lazım deyil. Artıq müəyyən bir müddətdir ki, bilirsiniz, müəyyən müddət keçib üzərindən və notlar hamıda var. Bütün müəllimlərdə buna görə ifaya xüsusi fikir verin. Solfeji oxumalara xüsusi fikir verin və nəzəriyyədən akordlar, xüsusilə xasiyyətli intervallar, səsdən qurmalar, dominant septakord səsdən qurub tonallığı təyin etmələri, qədim ladlar, Azərbaycan ladları mütləq şəkildə nəzəriyyələrə bu sadaladığım mövzulardan düşür. Simfoniyaların içi musiqi ədəbiyyatından daxili, ikinci hissə, hansı hissələr məsələn ikili variasiyada yazılıb və yaxud da ikinci hissə sol minor simfoniyası, belə deyək, sol minor simfoniyası, kimlərin sol minor simfoniyası var? Qeyd edirik, məsələn, Çaykovski 1 nömrəli simfoniyası sol minor, proqramlıdır bilirsiniz, birinci, ikinci hissə və yaxud da əlavə kimdə var? Mozart 1 nömrəli simfoniya, 40 nömrəli, daha doğrusu Mozartın sol minor tonallıqlı simfoniyası, deməli 40 nömrəli simfoniyası və burada ikinci hissələr soruşulur. Məsəl üçün, ikinci hissə hansı tonallıqdadır? Hər ikisində də ikinci hissə mi bemol major tonallığındadır. Əsas mövzular, köməkçi mövzular, bax bu formada yanaşmaq lazımdır musiqi ədəbiyyatına. Və sonda da kemança sinfi də həmçinin, kemança sinfi üçün də xalq çalğılarla bərabər bilirsiniz ki, qammadır, muğamlardır. Muğamın və çox sual verirlər ki, muğam dəstgah formasındadır, yoxsa belə deyək də, kollec səviyyəsində, yoxsa məktəb səviyyəsində. Təbii ki, kollec səviyyəsində bu soruşulur və iclaslarda da qeyd olunur. Yaxşı olar ki, kollec səviyyəsində biləsiniz, amma plana uyğun olaraq rast muğamının hansı şöbə və hissələri keçirilirsə, mütləq şəkildə onları sadalamaq lazımdır. Və rəqslər, Azərbaycan xalq rəqsləri hansı muğam üstündədir və bu orada sizdən soruşulur. Sizin üçün çitkaya, üzdən oxuya qoyulduğu əsərin mütləq ladını tapmaq lazımdır ki, bunu hər bir muğam müəllimi, daha doğrusu ixtisas müəllimi bilməlidir. Yəni lad üstündə gətiririk, ladın melodiyasına uyğunlaşdırıb, kadensiyasını verərək onun belə deyək, uyğunlaşdırırıq. Bunu da təbii ki, muğam ifa edən müəllimlər mənə elə gəlir ki, bundan əziyyət çəkməməlidirlər və bir qədər də sadə 2 hissəli, sadə 3 hissəli forma haqqında, motiv haqqında, ibarə haqqında fikirləriniz olsun. Xüsusilə xalq çalğı və ixtisas müəllimləri terminlərə xüsusi fikir verin. Yəni terminlər sizdən çox soruşulur. Desəz ki, terminlər hardadır? Hər bir müəllimin iş planında, hər bir ixtisasın iş planının arxasında musiqi terminləri var. Bu terminlərdən istifadə etmək lazımdır. Mütləq elə terminləri oradan soruşurlar. Məsələn, sub de piano nədir? Sub de forte nədir? Sforzando nədir? Yəni müxtəlif terminlər, bunları və yaxud da ki, müəyyən sinif qeyd olunur. Mütləq baxın və planın arxasından, arxa hissəsində yerləşən terminlərdən sizlər yüksək şəkildə sual-cavab olunacaqsınız. Və bir də qeyd etmək istəyirəm, violin ifaçılarını, skripka müəllimləri, skripka şöbəsi, Azərbaycanda skripka sənətinin yaranması olsun. Məsələn, bilirsiniz ki, siz simfonik əsərlər ifa edirsiniz. Simfonik əsər nədir? Simfoniya nədir? Və bacardığım qədər mən müsait olduğum qədər sizin üçün, violin üçün gözəl bir dərs hazırlayıb YouTube kanalına yerləşdirərəm inşallah. Və burada biz qeyd eləməliyik ki, kimlərin məsələn simfonik əsərləri var, bunları qeyd eləyək. Simfonik
əsər harda ifa olunur, simfoniyanın tərkibində hansı alətlər var, hansı belə deyək də 4 qrup alət var bilirsiniz ki, və Azərbaycan musiqisində simfoniyanın inkişafı və barokkoda simfoniya, simfonik musiqi klassizmda, romantizmda bu formada, yəni ətraflı şəkildə bilməlisiniz. Terminləri bilməlisiniz və bəstəkarın yaradıcılığından da bir çox müəllim bəstəkarın ümumilikdə həyatını öyrənir. Xeyr, hər bir ixtisas müəllimi öz ixtisasına uyğun olaraq bəstəkarın yaradıcılığını orada mənimsəməlidir. Başa düşdünüzmü? Və bəstəkarın şah əsərini tanımalıdır. Sadəcə şah əsərini, məsələn, biz Arif Məlikovu necə tanıyırıq? Arif Məlikov tanınır Məhəbbət əfsanəsi baleti ilə. Yəni bunu bilmək vacibdir, bunu bilmək şərtdir. Bununla yanaşı, əgər siz violin müəllimisinizsə onun simfonik əsərlərini sadalayırsınız. Orada onun vokal əsərlərinə getməyə ehtiyac yoxdur. Və nəzəriyyə müəllimisinizsə təbii ki, bəstəkarın yaradıcılığı bütövlükdə. Fortepiano müəllimi isə onun fortepiano əsərlərini, yəni bu formada mənimsəməliyik. Hər bir müəllimə öz sahəsində uğurlar arzulayıram. Attestasiya imtahanını gözəl şəkildə bitirməyinizi hər birinizə nəsib olsun.